Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 6-cı sinif monitorinq test toplusundan yekun bir monitorinq riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, bizə sual verir ki, hər yarım dəqiqədən bir şam 1 sm əriyir. Deməli, yarım dəqiqə 1 sm əriyirsə, 1 dəqiqə müddətində şam artıq 2 sm ərimiş olacaq. 26 sm hündürlükdə olan şam 19:01-də yanmağa başlayarsa, saat neçədə tam sönər? Deməli, biz 26-nı bölməliyik 2-yə, 13 dəqiqəyə deməli sönəcək. 19:01 üzərinə 13 dəqiqə əlavə etsək, 19:14-də tam sönmüş olacaq. Dəmirdən hündürlüyü 2 metr, oturacağın radiusu 1 metr olan silindr formalı su çəni düzəltdilər. Bizdən bu çən yan səthi, bir də üst oturacaq olmaqla yalnız xaricdən boyanacaq. Deməli, biz oturacağın sahəsini hesablayırıq. Olacaq pi r kvadrat. Pi-nin qiymətini bizə 3 verib. 3-ü vururuq. Radius 1-dir. 1-in kvadratına. Doğru cavabımız 3 eləyir. Ardınca yan səthinin sahəsinə baxaq. Yan səthinin sahəsini isə 2 pi r h ilə hesablayırıq. Pi-nin qiyməti 3, radiusun qiyməti 1, h-ın qiyməti 2. Deməli, hasilləri bizə 12-ni verəcək. Biz bunları toplasaq, ümumilikdə 15 alırıq. Bizə deyir ki, istifadə olunan boyanın bir qutusu ilə 4 kvadrat metr. Bir qutu ilə 4 kvadrat metr ərazini, sahəni deməli boyamaq mümkündür. Bu çəni verilən şərtlərlə boyamaq üçün neçə qutu boya lazımdır? Deməli, bizə indi x qutuya 15 kvadrat metr sahəni rəngləmək lazımdır. Buradan çarpaz vursa, x-in qiymətini 15-i 4-ə bölərək tapırıq ki, 15-i 4-ə böldükdə doğru cavabımız 3,75 edir. Bizə deyir ki, qutular yarımçıq satılmır. Deməli, 3,75 ifadəsini 4 qutu almaqla tamamlamaq olar. Ədədləri artma sırası ilə düzün deyir. Artma sırası ilə düzün deyirsə, ən kiçikdən başlamalıyıq. Ən kiçik birinci -21-dir. 20 gələni təmizləyək. Bunlar hər biri silinir. Doğru cavabımız A variantı olur. Şəkildə rənglənmiş hissəni kəsrlə göstərin deyir. Deməli, rənglənmiş hissəyə baxaq. Ümumi hissələrin sayı 1, 2, 3, 4, 5, 6, ümumilikdə 12, 12-nin 3 hissəsi, 12-də 3 olacaq. Bu da bizə 3-ə ixtisar aparsa 4-də 1 verir. Tənliyi həll edin deyir. Çarpaz şəkildə vurmalıyıq. Olacaq x plus 10 bərabərdir 15x minus 15-i 1 10-da 2-yə vuranda 18. 15x-dən x çıxsaq edəcək 14x. 18-i sola keçirsək 28 eləyir. 28-i 14-ə bölsək doğru cavabımız 2 olur. A variantı. 24 ədədi -1 ilə -4 arasındakı bütün tam ədədlərə ayrı-ayrı bölünərək bir-birinə vurularsa hasili tapın. Deməli, -1 ilə -4 arasındakı tam ədədlərə baxaq. -2, -3. 24-ü -2-yə bölsək -12, -3-ə bölsək -8. Bunları bir-birinə vursaq, doğru cavabımız müsbət 96 alınır. A variantı. İşin 25%-ni qurtardıqdan sonra hansı hissəsi görülməmiş qalır? 75%-dir. 75%-də adi kəsrə çevirəndə 4-də 3 alınır. Cədvələ görə aşağıdakılardan hansı yanlışdır? 6B-də 25 şagird var. 6B-də 25 doğrudur. 25 şagird var. Sonra 6C-də 7 qız var. 6C-də 7 qız var. Doğrudur. 6A-da biz yanlış axtarırıq. 26 şagird var. Deməli, 17-8 toplayanda 25 etməli idi. Amma bizə 26 şagird verib. Demək ki, C variantı bizim düzgün cavabdır. Diaqrama əsasən voleybol oynayan uşaqlar neçə faizdir? Bunların hər birini faizlə ifadə eləsək, 0-dan %15%, yəni basketbolun faizi 15%-dir. Sonra güləş. 4-də 1-i 100-ə vursaq 25%-dir. Futbol isə 35%-dir. Bunları toplasaq 25, 35, deməli 60, üzdə 15 gələndə 75, 100-dən 75 çıxanda doğru cavabımız 25% alınır. Atanın yaşı oğlunun yaşına nisbəti 7/2-dir. Deməli, atanı 7x götürsək, oğlunun yaşını 2x götürsək, atanın indi 49 yaşı varsa, deməli 7x-in qiyməti 49 olarsa, x-in qiyməti 7 olacaq. Oğlun o zaman indiki yaşı 14-dür.
6 ildən sonra oğlun neçə yaşı olacaq? 14-ün üzərinə 6 gəlir, 20 olur. X və Y kəmiyyətlərinin düz mütənasib olduğunu bilərək cədvəli tamamlayın. Düz mütənasib isə demək ki, böldükdə cavablar eyni olacaq. 65-i 13-ə böləndə 5 edir. Deməli, 70-i 5-ə bölməliyik. 14 edəcək. 21 5-ə vuruq, edəcək 105. 105. Sonra növbəti 7-15-i 5-ə bölürük, edir. Deməli, düz mütənasibdir. 7-15-i 5-ə bölürük, olur 1,5. 1,5. Deməli, 14, 105, 1,5 D variantı. Avtomobil 25 km yolla 4 litr yanacaq işlədir. 600 km yola neçə litr yanacaq işlədir? Deməli, edəcəyimiz nədir? Tənasüb qursaq 25-ə 4 işlədirsə 600-ə x. X-i tapanda 600-ü 4-ə vurub 25-ə bölmək lazımdır. 600-ü 25-ə bölsək edəcək. Deməli, 24 4-ə vursaq 96 litr. B variantı. Orxan həftədə 5 gün idman zalına gedir. Hər dəfə 0,5 saat məşq edir. O 4 həftə ərzində ümumilikdə neçə saat məşq edər? Deməli, 5 günü vururuq 0,5 saata və 4 həftə getdiyinə görə 4 həftəyə vururuq. 0,5-i 4-ə vuranda 2, 2-ni də 5-ə vuranda 10 saat. B variantı. Oturacağının çevrə uzunluğu 14 pi. Hündürlüyü 8 olan silindrin həcmini tapın. Deməli, 2 pi r 14 pi olarsa, 2 pi bölsək hər tərəfi cavab 7 olur. Radiusun qiyməti 7-dir. Silindrin həcmin soruşursa, pi r kvadrat, pi, radiusun qiyməti 7-dir, kvadratı 49 eləyir. Bir də hündürlüyə vururuq. Olacaq doğru cavabımız. Deməli, 49 vurulsun 8, 392 pi. B variantı. A və B ədədləri üçün uyğunluğu müəyyən edin. A mənfi 14, B müsbət 14. Deməli, A ilə B əks ədədlərdir. Birinci doğrudur. 1-ə A variantı olmalıdır. C ola bilməz. Digərləri doğru ola bilər. Sonra, fərqi natural ədəddir. A ilə B-nin fərqi. Deməli, ikincidə mümkündür. 15-dən mənfi 10 çıxsaq naturaldır. 2-yə B variantı uyğun gəlir. 2-yə B variantı uyğun gəlir. Bu sadəcə A variantına mümkündür. Digərlərində mümkün deyil. Görək, 1-də D variantı doğrudur. Cəmi 0-a bərabərdir. Bəli, bu da doğrudur. Bu da doğrudur. Birinci sualın şərtini ödəyir. İkinciyə B variantı, 3-ə C olur. 40-cı sualda cavab A variantı. Bir boru hovuzu 6 saata, digəri 9 saata doldurur. Hər iki boru 1 saat açıq qalarsa, hovuzun hansı hissəsi dolmuş olar? Deməli, 1 böl x-in qiyməti bərabər olacaq. 1 böl 6 plus 1 böl 9. Deməli, 6 ilə 9-un hasilini tapırıq. 54. Əkobunu tapaq. Əkobu 18 edir. 18. 18 6-ya bölsək 3. Üstə gəlirik. 9-a bölsək 2. 18-də 5. A variantı. İki qarşı bucağın cəmi 132. Deməli, qarşı bucaqların xassəsinə görə bir-birinə bərabərdir. 132-ni 2-yə bölsə edəcək 66 dərəcə. Bucağın birinin dərəcə ölçüsü 66 dərəcədir. Bu bucaqlardan birinə qonşu olan bucağın dərəcəsini tapın. Deməli, biz 180-dən 66-nı çıxmalıyıq. Bu da bizə verəcək 114 dərəcə. C variantı. Mehriban və Xalid məktəb tədbiri üçün təbaşir və markerləri bərabər sayda paketlərə yerləşdirmək istəyirlər. Xalidin 168 təbaşiri, Mehribanın 120 markeri var. Onlar təbaşirləri və markerləri elə qruplaşdırmalıdırlar ki, hər bir paketdə eyni sayda təbaşir və marker olsun. Paketlərin sayı maksimum olsun. Deməli, 168 ilə 120-nin əbobunu tapırıq. Deməli, 168 ilə 120-dir. 168, 8 vurulsun 21-dir. 3, 7, 2 üstü 3. 120 isə 8 vurulsun 15-dir. 3, 5. Deməli, 2-nin kubu ilə 3. 8 üçün 24. Deməli, 8 üçün 24. 24, 120-ni 24-ə bölürük. 5, 7.
Hər paketdə neçə tabaşir və neçə marker olmalıdır soruşur. 5, 7. Deməli 168-i 24-ə böldük, 7 qaldı. 120-ni də 24-ə böldük, 5 qaldı. 12 fevral tarixində Qusarda havanın temperaturu 4 dərəcədir. Moskva isə Qusardakı hava temperaturindən 33 dərəcə soyuq olarsa, deməli çıxmalıyıq. 4-dən çıxırıq 33-ü. Bu da bizə verəcək -29 dərəcə. Havanın temperaturu neçə dərəcədir? A variantı. Diametri 1 olan çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu pi vurusun d düzünə hesablanır. Deməli 1 vururuq P-yə olur A variantı. X-in qiymətini tapın. Gördüyünüz ki, bunlar qonşu bucaqlardır. Qonşu bucaqların xassəsinə görə bunların cəmi 180 dərəcə olmalıdır. 3x plus 54, x plus 18 toplanır. 180-ə bərabər olur. X-ları toplasaq eləyəcək 4x. 54, 18 toplasaq 72. Bərabər 180 dərəcə. 180-dən 72-ni çıxırıq, olur 108. 108-i 4-ə bölürük, olur 20. Deməli 7 dərəcə. Doğru cavabımız 27 dərəcə. Düzbucaqlının perimetrinin yarısı 36, deməli perimetri 72-dir. Eni 4, uzunluğunu tapın. Deməli, edəcəyimiz nədir? 72, 2 vurulsun A plus 4. Buradan 72-yə bərabər eləsə, 72-yə bölü 36. 36-dan 4 çıxırıq, olur 32. Doğru cavabımız 32 olur. Zərifə 200 səhifəli kitabı 8 günə, Orxan isə 5 günə oxuyursa, Zərifə və Orxan bir günə cəmi neçə səhifə kitab oxuyur? Deməli, 200-ü 8-ə bölürük, bir günə düşən kitabların sayını tapırıq. Olacaq 25. Bu zərifə üçün. Orxan üçün isə 5 gün oxuyursa 200-də 20, daha doğrusu 200-ü 5-ə bölürük, olur 40. Bunların ikisini toplasaq, ikisi bir yerdə bir günə 65 səhifə kitab oxuyar. 65. Palıd ağaclarının sayı 200 olarsa neçə şam ağacı var? Palıd ümuminin 3/1 hissəsidir. Deməli 3/1 hissəsi 200 olan ədədi axtarsaq, 200-ü 3/1-ə bölməliyik. 200-ü 3/1-ə böləndə tərsinə vururuq. Olur 200 vurulsun 3, yəni 600. Ümumi 600 ağac var. Şam ağacının sayını soruşur. Deməli 3/1, 5/1. Əvvəlcə bunları toplayırıq. Sonra 1-dən çıxmalıyıq. Toplayanda 5/1, 15-də 3-dür. 3/1, 15-də 5-dir. 15-də 8 eləyir. 15-də 7. Deməli 600-ü 15-də 7-yə vurmaq lazımdır. 40-ı 7-yə vurur, 280. Və yaxud 600-ün 3/1 hissəsi vermişdi. Deməli 200-dür. 5/1 hissəsini tapa bilərdiniz. Deməli böləcəydiniz 120 eləyəcəkdi. Sonra 320 olur. İkisinin cəmi şam ağacında tapanda 600-dən 320-ni çıxacaqdınız. Yenə də doğru cavabınız 280 olacaqdı. Doğru cavabımız 280. Növbəti. Avtosalonda bir avtomobil 3610 manat xeyirlə 27940 manata satılmışdır. Bu avtomobil 21700 manata satılsaydı neçə manat zərər olardı? Deməli, biz əvvəlcə bunların arasında fərqi hesablayırıq. Görək neçə manat ilkin qiymətidir. 2700, deməli 27940 ədədindən 27940 ədədindən çıxırıq 3610 manat. 24330 manat satış qiyməti. Deyir ki, bu avtomobil 21700 manat satılsaydı neçə manat zərər olardı? İndi biz deməli 24300-dən də çıxmalıyıq 21700. Olur 2630 manat. Neçə manat zərər olardı? 2630 manat zərər olardı.